Salam aleyküm əzizləyicilər. Bugün söz verdiyim kimi iş yerindən bir günlük vlog çəkirəm. Bir gün ərzində mən nələr edirəm, nə işlərlə məşğul oluram, yəni başıma nə hadisələr gəlir, nə temalar olacaq. Bugün hamısını ətraflı şəkildə sizə göstərəcəm. Deməli əzizləyicilər, mən Aboy sahəsində ambarda işləyirəm. Bura bizim ambarın bir hissəsidir, yəni bir koridordur. Sonda mənim paltar dəyişmə yerim var. İndi mən birazdan paltarımı dəyişəcəm və birazdan bizim şofer gələcək. Sədrəkdən aboylar gətirəcək, dünən yazdığım çatmayan aboylar gətirəcək. Onları yerinə qoymağını, onları necə yoxlamağını hamısı sizə göstərəcəm. Malların gəlmə anı və onu necə özüm daşıyacağını göstərəcəm əzizləyicilər. Yəni qazanız burada həm əziyyət çəkir, həm sizin üçün video çəkir. Yəni mən buradan qazandıqlarımla, yəni digər videolarıma xərcləyirəm əzizləyicilər. Zəhmət olmasa kanalıma abunə olmağı unutmayın. Bəyənsəniz bildirimləri açıq qoyun. Macəra başlayır əzizləyicilər. Deməli əynimi dəyişdim. Bu mənim iş paltarımdır. Yəni Omidin köynəyi zaten Omiddə işləmirəm. Deməli birazdan şoferimiz gəlir. 5 dəqiqə şoferimiz gəlir. Malların gəlməyini göstərəcəm. O malların necə daşıyacağını göstərəcəm əzizləyicilər. Burada mikrofon səsi kəsilir. Maşın bu arada saxladı. Biz də aboylar padavat eləyə bura yüklədik. Maşın isə belə bir foto maşını idi. Düz bunun kimi nömrəsini göstərmirəm. Qarşılıq yarandığı üçün, sıxlıq olduğu üçün tez bazar çəkə bilmədim və malları boşaltdıq. Deməli burada 22-24 korobka hardasa aboy var. Bu göstərilən pləkanları özüm qaldıracağam. Hər bir korobkanın çəkisi təxmini 12-13 kiloqramdır. Yəni ikisini götürsəm 26 kiloqram eləyir. Əzizləyicilər, indi gördüyünüz kimi malları daşımağa başlayıram. Aha. Gördüyünüz kimi bu pləkandan qalxırıq. Yəni əzizləyicilər, bu belə davam edəcək. Artıq 24 korobka maldır. Bir 12 dəfə qalxıb düşəcəm. Əzizləyicilər, sonunda malların hamısını daşıyıb qutardım. Deməli 11 dəfə qalxdı düşdü. 22 korobkanı daşıdım əzizləyicilər. Yəni birazdan indi bu malların yerinə yerləşdirilməyini göstərəcəm. Daha sonra ambar daxilində nə işləri var, yəni təmizlik olsun, korobkada axtarmaq olsun, yəni açıq aboyları tikmək olsun, hər birini sizə göstərəcəm əzizləyicilər. Yəni bir gün ərzində mən burada nə edirəm, hamısını ətraflı görə biləcəksiniz. Əvvəla bu korobkaları yerləşdirməzdən əvvəl mən siyahı üzrə yoxlayıram, daha sonra bu korobkaları yerinə yerləşdirirəm. Deməli əzizləyicilər, mən birinci telefonda hər axşam mallar qurtardıqdan sonra, satış olduqdan sonra bunları yəni sədrəkdən mal gətirəni yazıram, o sonra maşına yükləyir, daha sonra bayaqlar göstərdiyi kimi həmin yerə gətirib boşaldım. Ondan sonra ya mən daşıyıram və yaxud istəsən fəhlə daşıyır, mən yorğun olanda. Təbii ki də mən ambardaram. İndi 500 qəpik qrimit eləyirəm. Yəni təbii ki də o mal daşımağa da pul verirlər. Gündəlik 4 manat abed puludur. Yəni şükür Allaha, işimdən narazı deyiləm, amma daha yaxşısını istəyirəm sözün açığı. Deməli, birinci biz buradan bir dənə vərəq götürürük. Həmişə telefondan yəni mal gətirənə telefonda yazıram, WhatsAppda kodları sırayla yazıram. İndi sizə göstərdim. Yəni belə gördüyünüz kimi burada sırayla kodları yazıram. Daha sonra bunu vərəqə köçürdürəm. Yəni vərəqə köçürdəndən sonra da yoxlayıram. 8 oktyabr. Deməli, biz həmişə malları yazanda bir gün əvvələ yazırıq. Çünki mal yəni həmin günə yazılır, yəni qayda elər. Əzizlər, deməli kodlar yazdıq. İndi isə keçəcək malları yoxlayaq. İndi isə malları yoxlamağa başlayırıq. Baxırıq görək siyahıda hansı yerində var, hansı yerində yoxdur. Deməli, bu siyahıdan sadəcə bir korobka gəlmir, yəqin ki, o da sədrəkdə qurtarmış ola bilər. Bunu daha sonra mal gətirəndən soruşacağam. Deməli, başlayaq bu malları yerinə yığmağa, daha sonra ambarda digər işləri də sizə göstərəcəm. Deməli, yoxlanmış kağızı iş masamda olan şkafa yerləşdirdim. Deməli, bizim bir dənə kompüter işləyən şeklimiz var. Özü çox belə gözəl oğlandı, həm də ki, canları dayan oğlandı. Ona buradan salam göndərirəm. Yəni tezliklə görüşənə də, yəni bu
işdə qutarda yığılıb qalıb vərəqlər oradan. Nə oldu? Bu nə yaş? Sovet vaxtında belə deyildi. Deməli başlayaq malları yerləşdirməyə. 11.54 biraz başımızın üstündədir. İndi onu sizə göstərdim. Deməli ora qoyacağıq bunu. Bayaqlar dediyim kimi 11.54-ü yuxarı qoyacağıq. Bunu belə götürürük. Deməli 11.54-ün karovkası budur. Deməli bu karovkanın üstünə qoyuruq. Malın gəlsin, Allah canı sağ olasın. Ağzına baxır, sözə baxmır. Deməli yerləşdirdik. Deməli ikinci karovka isə 11.53. Bu isə buradadır, düz başın üstündədir. Buradan üstündə 2 ədəd var. Bunu götürürük. Daha sonra isə dolu karovkanın üstünə qoyuruq. Gel sana gel. Daha sonra isə deməli burada var bir dənə ağır karovka parça bu. Maşallah qaldırmaq da onun yerindən 117.4 sıranın axırında yerləşir, ora qoyacaq. Deməli əzizləyicilər 117.4 və bu sırada yerləşir. Baxırıq bir kodlara. Deməli 115.3, 504, 703, 703-ün yanı boşdur. Deməli 704-ü 703-ün yanına qoyacaq. Və bu belə davam edəcək. Hər bir sırada başqa firmanın aboyları var. Deməli onları yerləşdirəcəyik. Daha sonra çəkilişə davam edəcəyik. Alo. 5818-7. Hər partiyadan bir dənə, bir də Green Decorda bir rulon. Yaxşı gətirirəm. Oldu. Deməli əzizləyicilər zakaz gəldi. İndi zakazları götürüb dükana aparacağım. Yəni öz dükanlarımıza aparmaq pulsuz, amma digər dükanlara zaten aparanda 1-2 manat cibimə qoyuram. Yəni biz də qazanaqdan ayıraq. Deməli 5818-7. Bir dənə təzə partiya. Bir dənə isə köhnə partiya götürürük altdan. Bunu da yazsın, Allah canını sağ eləsin. Çıxmaq bilmirik. Deməli bu kilonu aparacaq. Dünyanın o biri başında xalqlarda yerləşən, daha doğrusu biraz uzaqlardır, xalqlarda da zarfat xalqlarda yerləşən dükana. Deməli yola düşürük. 2 rulon, 1 rulon isə Green Decordan götürəcək. Deməli əzizləyicilər gedirik, 1 rulonumuzu da götürək. Daha sonra dükanımıza aparaq. Sağ olsun bazarın canavarı dostum çay içir. Eşq olsun bazarın fəhlələrinə. Bəli. Deməli gedirik Green Decordan 1 rulon götürməyə və dükanımıza aparacaq. Deməli yolumuza davam edirik. Mən arxadan gedirəm, öndən getmirəm. Nəsə birazdan. Öndən getmirəm çünki adam zat çoxdur orada. Maşınıza gəlir, gedir, deyəcəklər bunlar vardır. Arxadan yol var, arxadan niyə getməyim. Daha sonra yuxarıdan sizə yəni bazarda ətrafı çəkib göstərəcəm belə. İndi isə arxadan dükanımıza doğru gedirik. Çox axır ki, gördüyünüz kimi xalqlara çatacaqdır. Deməli qalxırıq, həvalə bizim 7 dənə aboyumuz var, onları götürəcəyik, öz firmamızın aboylarıdır. Daha sonra isə başqa firmanın aboylarını götürəcəyik, ümumiliklə 27 dənə aboydur. Həm ambardan, həm fəhlə işləyirəm, görürsünüz.
Deməli gəldik, 7 dənə aboy dünənlə hazır olmuşam bura. Bu əslində dünənin zakazlarıdır. İndi bunları götürüb arabaya düşürdük. Deməli əzizləyicilər, bu aboyları müştərini maşından aparacaq. Digər firmadan gətirdikdən sonra müştəri çəkişi istəmədi. Maşına qoyub gətirəndən sonra çəkişə davam edəcək. Deməli əzizləyicilər, mallar yenə yerləşdirdik. İndi isə mallar yerə yerləşdirəndən sonra, yəni boş karobkalar çıxır. Yəni boş karobkaları çıxardırıq, yeni malı yerinə qoyuruq. Yəni boş karobkaları isə bura yığırıq əzizləyicilər. Deməli bunları qapdalayandan sonra ABD gedəcəyik. ABD-dən sonra isə digər işlərimizə davam edəcəyik və bunların hamısını sizə göstərəcəm. Deməli başlayaq karobkalarımızı qapdalamağa. Götürürük. Məsələn üçün bunu ipini belə çəkirik və daha sonra isə bunu 2 dənə belə ipini kəsirik. Bunu o tərəfə atıram. Bunu hər tərəfdən belə kəsdikdən sonra bunu götürüb belə atırıq. Biraz tez tərəfəmək lazımdır ki, acımdan sarıldım, sərdən işləyirəm. Yəni mənim günüm belədir. İstəyər ki, daha doğrusu kimsəməz ki, daha yaxşı verib işləsəniz. Hələ yaxınız. Qalsızda geçsin gəlsin və yaxud öz biznes olsun, şəxsi biznes olsun, müdür olasın, kimsəməz ki. Mən də bunun üçün çalışıram YouTube sayəsində. Çalışıram nəyəsə əldə edeyim. Buradan qazandıqlarımı Survival videolarına xərcləyirəm. Düzdür, reaksiya videolarına pul çıxmır. Oturub Xafın videosuna baxıram. Ancaq Survival videolarına pul çıxır. Başka telefon açmıyorsan abi. 11.51.5'i var mı onun? Var. Çare telefon götürmüyorsun. Geldim oradan sen. Üstün gök zakazlar gəlir. Gəlmişləri bir dənə malı 3 dəfə dəyişdirir. İşi gücü yoxdur konkret. Yəni inanın ki, işimi sevirəm, ancaq həqiqətən biraz yorulmuşam. O deyirləri müdür sənin barəsində böyük planlar var, amma əslində ikisinin ən böyük planı elə işdən çıxmaq. Hələ ki, istəyirəm iş yerinə xəyanət edə bilmərəm. İş tapanda təbii ki də sizlər sayəsində və yaxud digər iş tapsam, digər işdə işləyəcəm. YouTube tutuzdura bilsəm, elə YouTube'da qalacam. Deməli, bunları qutarandan sonra kayda davam edəcək tüklərin olmaz. Əzizləyicilər, indi isə kainatdakı dükanımıza mal yığıb aparırıq. Haradasa 3 qarabqa yarım aboydur. Bu 2 dənəni isə götürək. Bunu videonun əvvəllərində göstərdiyim arabanı qoydum. Həmin o dükana qoyacaq. 2 qarabqa, 2 ədəd, deməli 6 ədəd də aboy qaldı burada. 800-401 zakaz verdilər. Hardadır bu? Hardadır bu? Çıx görüm, alma desəm çıxarsan, buradaymış. 800-401. Deməli əzizləyicilər, sonunda karobkaları pütük qutardıq. Gördüyünüz kimi bura oldu bomboş. Və bu karobkaları indi çölə qoyacaq, üstündən bir daş qoyacaq və axşam gedəndə bu karobkaları zibiliyə atacaq. Bu karobkaların iplərini isə bu boş karobkaya dolduracaq indi. Karobkaları bura qoyuruq. Daha sonra əzizləyicilər, bu gördüyünüz ipləri buna dolduracaq və bunu da çölə qoyacaq.
Əzəldə korobkaların iplərini bunun içinə qoyduqdan sonra bunu da bura qoyuruq. Və axşam işdən çıxmağa 20 dəqiqə qalmış bu zibillərin, korobkaların hamısını atacağım. Deməli, bu daşı da qoyuruq korobkaların üstünə ki, külək uçurtmasın. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bu koridor süpürəcəyik. Daha sonra 1, 2, 3, 4 dənə sıra var. Onlar süpürəcəyik. Onlar isə süpürəndən sonra burada abor bükülməyini göstərəcəm. Yəni ki, mənim günlük rutinim, günlük iş rejimim budur. Hər gün yəni 6, 7, 10, 15 dənə abor bükürəm. Maksimum 15 dənədir. Yəni aboru da ona görə bükürük ki, ya müştəri birdən açıq gətirir və yaxud vitrinlərdən qurtarmış aborlar gətirir. Onları bükmək lazımdır ki, daha sonra sata bilək. İndi keçdik əsl kişi işinə, süpürməyə başlayırıq. İnanın ki, mən də istəyirəm. Yəni, yaxşı işim olsun, rahat işim olsun. Gənə nimət içərisindəyim. Buna da şükür. İstəyirəm, qazanıram, pis deyil. Abit pulunu verirlər, hər şey aladır. Bunda çıxmağa vaxt tapdı. Dur da, durduğun yerdə. İnanın ki, burada əsəblər heç vaxt sakitləşə bilmir. Basma kimi yerdə. Sigaret çəkməyən yoxdur, şükür Allaha. Nə sigaret çəkirəm, nə içirəm. Allaha çox şükür, elə pis vərdişlərim yoxdur. Dözürəm. Başqa kim dözə bilər? Bilmirəm. Yəni, bura gələn inanmıram ki, 5 gün dözərəm. 5 gün sonra, 5 gün də sıra qoymuram. Yəni, 3 gün işləyib, gedər bilən adama halal olsun. Hazıra nadir bəziləri oturur, evdə iş yoxdur, iş yoxdur. Gəl işdə də, nətər yoxdur. Yoldan bir dənə dilənçi keçir, deyir, mənə bir dənə dönər ver, dönər al, nə bilmə. Deyirəm, gəl bu 5 dənə korobkanı qaldır, 2 manat, 3 manat verirəm də. Deyir, yox, qaldırmıram. Mən də canın azarsan, nax sana dönər, ləzzət vədiyyən olmasın. Sən yemədin, getdin. Bəziləri dilənir, bəziləri də oturub evdə deyir ki, pul gəlsin, iş olsun, iş yoxdur. Hər kəs şeylikdən başlayıb da, bütün məşhurlar, bütün milyonerlər maşın silməkdən, piraşki satmaqdan, əlində təsbih qolbaq satmaqdan, bəziləri qalıq dilənçi vidində dilənirlər və yaxud bonculuq edirlər, bəziləri isə ağlarını işə salırlar, iş görürlər, iş yaradırlar, riskə girirlər. Ona görə də YouTube'a biraz maya qoymuşam ki, bəlkə YouTube'da nəsə yarıdan. Çünki mənim ən xoşladığım sahə YouTube'dur, video çəkməkdir, nə bilim. Bir ara proqramlaşdırmaya maraq saldım. Yəni, kompüterlə bağlı, texnologiya, proqramlaşdırma, YouTube olsun. Yəni, mənim bu sahələrə marağım böyükdür. Proqramlaşdırmanı andıra bilmədim. Java backend-ə qədər gəldim, dirəndim. Həqiqətən dirəndim. Həm maddi cəhətdən çatdıra bilmədim kurslara. Yəni, istəsəm self-study da öyrənərdim. Ancaq həm bu işdə vaxt çatdıra bilmirəm. Çünki işləyə pul qazanıram. Yəni, inanın, evdə bekar olan insanlar rahat proqramist ola bilirlər. Yəni, ata şotuna yaşayan bəziləri. Yəni, tək ki, mən də ata şotuna yaşayardım. Ata şotuna yaşayan bəziləri. Məsələn, imkanlılar, yəni, verirlər kurslarına pul. 12 ay, nə bilim, 2 il, 3 il gedirlər kurslara. Yəni, belə. İndi sıraları başlayacağım süpürməyə. Biraz çox vaxt getməsin deyə tez bazar süpürək, xəkan tazı qoyaq bura. Bu nədir?
Əzizləyicilər, bayaqlar zakaz gəldikdə bu dəftərə yazıram, axşam isə pul yığan, bu dəftəri götürür gedir pulları yığmağa. Yəni bunu yazmasaq dalımızı nəysə o məsələ. Əzizləyicilər, deməli aboy tikməyə başlayırıq. Bu mənim günlük işimin bir parçasıdır. Günə 5 dənə, 10 dənə aboy tiksəm, pulunu bəs eləyir. Yəni qışa kimi tükülməmiş aboy qalmayacaq. Deməli başlayaq aboy tikməyə. Metrəli aboy tikəndə bu qədər aşağı indiririk. Burada xətt var ona kimi. Deməli belə səririk, bura açırıq. Ehmalca. Buradan belə qoyuruq. Məsələn üçün götürürük bir dənə aboy götürürük. Onun içində etiket olmalıdır. 91-17-4. Etiketi yoxsa mən görə bu halda tikəcəyim. Deməli bu şeydir, qızdırandır və aboy tikəndə lazım olur. Əzizlər, deməli bu günlük planımı doldurdum. 7 ədəd aboy tikdim. Qalanı isə sabah birisi gün, ta birisi gün tikəcəm. İndi isə geldim artıq çöldə qoyduğum zibilləri atmağa. Əzizlər, deməli gördüyünüz bu zibilləri, oradakı zibil qabını atacağım, özünüz görürsünüz. Orada zibil qabı var. Bu isə Vasmay ərazisidir. Zibil qabını atandan sonra artıq videonu yekunlaşdıracağım. Daha doğrusu zibilləri atacağım. Gördüyünüz kimi ambar tərtəmiz. Qəşəng süpürmüşəm, korobkaları qatdaladım. Bu isə bükülmüş aboylardır. Hər şey yerində. Yəni ki, qazanızın gün ərzində gördüyü işləri gördünüz. Yəni ki, mən bunları hər gün eləyirəm. İndi iş zəifdir olanda arada biraz dincəlirəm, ancaq bir damcı iş olan kimi korobkalar da yığılır, büküləsə aboylar da olur, onları da bükürəm. Yəni əzizləyicilər, hələlik gələn görüşənədir.